Bak ora Çəkirmir postudur. Orada posta dururdu. Onun o tərəfi kətdir. Çəkirmir kəndidir. Bak buralar hamısı can koyduğumuz yerlerdir. Bura Quzuyalıdır. O tərəfdə Keçid Cığırıdır. Orada da posta durmuşuq. Aşağıdakı rəhmətli Müşfiqin razvet qrupları ortasıydı. Əvvəl Ustalov olub, şimdi Müşfiqin şəklini yapışdırırlar ora. Dağın aşağısında da cəmaatın səsi gəlir, oradadılar. Bu arayla yollar gedir. O tərəfdə üzə kətlər var. Ağbulaqdır, Dəhrazdır. Hamısı o tərəfdə bax, iki dağların arasıyla yollar gedir. Əslində elə bu yollar at yolu ilə gedib Şuşa birləşən yerlərdir bura. Xocalı qalır o tərəfdə, bu dağın zadın o üzündə, Şellinin üstündə. Bu yol üzə düz əvvəllərdə keçmişlər, atla gedirmişlər Şuşaya. Bu dağların o tərəflərində ermənilər yaşayırdı əvvəllər. Bu bir tərəfə köhnə Martuni, Muğanlı kəndidir, Martuni rayonudur. Bak böyle, çəkdikcə də qurtarmır ki, maşallah. Qəşənglərdə çörükdə yığıldı, ziyarətlər də olundu. Əladır. Şurada 40 pilləkən idi, bunu da saymaq lazımdır. Qəşəkdə gəzirik. Allah hamıya nəsib eləsin. Burada da Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Burada da şəhidlərimizin şəkilləri vurulur. Müşfiq qardaşımızın da şəkili buradadır. Anası da gəlmişdi, qardaşı da gəlmişdi. Allah hamısına qəni-qəni rəhmət eləsin. Hamısına. Gəldik. Gətirdilər bizi bura. Onların qanı bahasına, canı bahasına gəldik. Vallahi Allah Ali Başkomandanın da kürəyində dursun. Allah hamısına qəni-qəni rəhmət eləsin. Belə, birlikdə gəlib, hamı yana yerimizdədir, Azərbaycanda olanlar. Maşallah. Allah xudavəndişərim, Allah özü kömək olsun. Həm xeyirxah işlə məşğul olmaq, həm də bax belə, hər ildə bir dəfə hamımız yığışırıq. Moskvada, Peterdə, Vladivostokda,